Limnətdəki növbəti ağıllı villamızı demişdim, yekunlaşanda çəkəcəyik. Gəlin gedək. Burası ikinci mərtəbə daxildir. Burada da biz bütün işıqlandırma sistemi, havalandırma sistemi, istipol, bunlar hamısı qoşulub və bir sizə burada da göstərəcək. Termostatımız isə istipolun idarə olunmasıdır. Bu da həmən buradan aktiv rejimə gətirir, temperaturu tənzimləyir, istipolun temperaturunu istədiyimiz kimi tənzimləyib eyni dərəcədə və yaxud da söndürməni bu formada həyata keçirir. Hal-hazırda konserin və havalandırma sisteminin termostatdan idarə etməsini planşetlə və yaxud edilən kənarda idarə etmə üsulunu sizə təqdim edirik. Burada konserin qoşulması və temperaturun tənzimlənməsini evdə də, evdən kənarda da telefonla, planşetlə idarə edə bilərsiniz. Villamızın suvarma sistemi də ağıllı sistemə inteqrasiya olub. Hətta evdən çıxarkən bir toxunuş bəs edir, evin bütün işıqlarını, hər şeyi söndürmək.